Bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nicahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr içərəm ifadəmi. Niyə çıxardınız efirə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villaları ilə, meydan oxuyurlar maşınların bahalısı ilə, meydan oxuyurlar maşınların nömrəsinin bahalısı ilə. Bilirik də, bu şərəfsizlər görməmişlərin əlinə ki, pul düşdü, büdcəni dağıtdılar, milyonları var, bu qancıqlar üçün xərcləyirlər də, onlar üçün meydan yaradılar.